sən mənə Ramazan orucun vacib elədin. Mən yox, Allah mənə minnət qoymalıdır ki, bu işi sənə vacib eləmişəm. İki cür məsələ var. Namazı qıldım və yaxud elə Ramazan ayıdır, orucu tutmuşam. Tutub qutarandan sonra mən Allaha minnət qoymalıyam ki, ay Allah, Ramazan orucunu tutdum, yoxsa Allah mənə minnət qoymalıdır ki, sənə Ramazan orucun vacib elədim. Bax, bu iki məsələ arasında fərq hiss olunacaq. Əgər o adam ki, ilahi göstərişlərə baxışı daha yüksək səviyyədədir, o adam bu cür fikirləşməyəcək ki, mən Allaha minnət qoymalıyam. Fikirləşəcək ki, Allah mənə minnət qoymalıdır ki, mənə əmr vermək şərəfi ilə şərəf verdi. Mənə göstəriş vermək şərəfini qismət elədi. Mənə də göstəriş verdi. Və dediyimiz kimi ücb halı da yaranmayacaq. İnsan heç vaxtı özündən razı qalmayacaq. Çünki biləcək ki, bu əməl göstərişdir. Mən könüllü eləməmişəm. Mənə vacib olub eləmişəm. Dində vaciblər var, müstəhəblər var. Sual verirəm, nuraniyyət, mənəviyyat ən çox hansındadır? Vaciblərdə yoxsa müstəhəblərdə? Hansı daha üstündür? Hansında daha çox savab qoyub Allah? Bəziləri deyər ki, müstəhəblərdə. Qabaq uşaq olduğumuz vaxtlarda biz də elə düşünürdük ki, müstəhəbbin savabı daha çoxdur. Müstəhəbbin nuraniyyəti daha çoxdur. Amma yavaş-yavaş insan başa düşür bu mövzularla ki, yox. Vacibin mənəviyyatı daha çoxdur. Vacibdə qoyulan savab müstəhəbdə qoyulmayıb. Çünki adam elə başa düşür ki, müstəhəbbi könül xoşluğu ilə edirsən, o daha gözəldir. Amma vacibdir də sənin borcundur, sənin vəzifəndir, sən onu eləməlisən. Orada da nə savab? Bir şey ki, sən onu eləməlisən və eləmisənsə də, nə umacaqsan ki sən? Elə bil ki, birinin birinə 1000 manat borcu var, gətirib onu verib ona. Yəni, burada demək olmaz ki, bu adama çox sağ ol düşür, ondan sonra böyük bir minnətdarlıq düşür ki, sən mənim borcumu verdin. Elə verməliydi də bu. İndi müəyyən qədər də çox sağ ol düşürsə, cüzi. Ki, gətirdin vaxtında verdin, heç olmasa. Amma sırf bu əməli elədiyinə görə ona böyük bir minnətdarlıq düşsün, yox. Çünki borcu idi, verməli idi, verib də. Bəli, indi borcu deyil. Gətirib bir-birinə 1000 manat pul verib. Bəli, o ona xüsusi təşəkkür eləməlidir. Biz elə bilirdik qabaqlar ki, müstəhəbbin savabı vacibin savabından çoxdur. Müstəhəbdə qoyulan mənəviyyat vacibdən daha üstündür. Çünki bu könül xoşluğu ilə olunur. Bu məcburi yerinə yetirilir. Məsələn, hətta irad da gəlir bəzən ki, siz deyirsiniz Ramazan qonaqlığa idi. Peyğəmbərimiz buyurub ki, فَإِذَا وَهُوَ شَهْرٌ دُعِيتُمْ فِيهِ إِلَى ضِيَافَةِ اللّٰهِ. Bu ayda siz Allahın qonaqlığına çağırılmışsınız. Bu nə cür qonaqlıqdır ki, məcburiyyət var burada, icbar var burada. Hələ Ramazan qonaqlığının özü məcburiyyətdir. Niyə? Çünki mən qonaqlığa könül xoşluğu ilə gedərlər. Dəvət eləmisən məni, mən indi istəyərəm, gedərəm, istəmərəm, gedmərəm. Gedirəm, bunun özü bir lütfdir. Gedənin özü lütf göstərmiş olur məclis yiyəsinə. O buna minnətdar olmalıdır ki, gəldin mənim məclisimə, şərəf verdin, zinət verdin. Sən gəlməsəydin, mənim məclisimə zinət verilməyəcəkdi. Yaxşı, qonaqlığa çağıran qonağa minnət qoymalıdır. Qonaq sahibi yox. Qonağın özü yox. O minnət qoyacaq ki, daha doğrusu bu minnət qoyur ki, sən məni çağırdın. Amma əslində ev yiyəsi minnət qoyur ki, sənə şərəf verdim bu qonaqlığa çağırılmaqla. Və könül xoşluğu ilə olanda qonaqlıq gözəl olur. Bəziləri belə düşünür. Bu necə qonaqlıqdır ki, burada məcburiyyət var. Bəli, buradakı məcburiyyət ev yiyəsinin qonağa olan sonsuz məhəbbətindən xəbər verir.
o qədər şiddətli, sonsuz, bəs qədər məhəbbəti var ki, ona məcbur eləyib. Çox qəribə bir incə nöqtədir ya. Biz istər-istəməz Ramazana daxil oluruq. Və bu icbari bir qonaqlıq sayılır. Necə qonaqlıqdır ki, məcburiyyət var? Bu məcburiyyət Allahın məhəbbətinin sonsuz olmasından, şiddətli olmasından xəbər verir. Bilirsiniz nəyə bənzəyir? Elə bil ki, biri məclisə dəvət edir, ziyafətə dəvət edir. Və o adam da indi istəyər gələr, istəyər gəlməz. Bundan dəvət eləməkdir. Mənim filan yerdə məclisim var, sən də dəvətlisən, indi gələcək, gəlməyəcək. Yaxşı. Bir də var ki, dəvət eləyən bir başqa cür dəvət eləyir. Nə cür dəvət eləyir? Dəvət elədiyi şəxsi, dəvət eləyəndə deyir ki, bax, maşın göndərəcəm, ondan sonra sənin üçün adam göndərəcəm, səni mindirəcəklər maşına, gətirəcəklər. Bax, gəlməlisən ha, gəlməsən özündən küs. Da qutardım səndən. Bu dəvət eləmək hara? O birinci dəvət hara? Allah bizi bu ikinci formada dəvət eləyir. Belə dəvət eləməyib ki, gəlirsiniz, gəlin, gəlmirsiniz, gəlin. Məcbur eləyib, Ramazanı məcburi gətirir, özü də bu qonaqlıqda kəffarə də qoyur, cərimə qoyur ki, eləməlisən, eləməsən, cərimə yazacam. Allah niyə belə eləyirsən? Hə, burada biraz baxışımızı təzəliyək. Göstəriş barədə, əmr barədə zehniyyətimiz daha yüksək olsun, daha gözəl olsun ki, burada biz Allahın məhəbbətini görək. Allahın sonsuz sevgisini görək bizə qarşı. Ki, o adam orada onu məcbur dəvət eləməklə onun xətrinin daha əziz olduğunu göstərir. O məcburi dəvət. Məcburi dəvət heç də hər yerdə pis deyil. Bəzən də dəvətçinin məhəbbətinin şiddətindən xəbər verir. Ona görə də Allah vacibdə daha çox savab qoyub, vacibdə daha çox mənəviyyat qoyub, nəinki müstəhəbdə. Ramazan orucu, Şaban orucundan daha fəzilətlidir. Çünki burada vacib əmri var. Bu haqda biz danışmışdıq. Yaxşı, Allah niyə vacib eləyir ki? Başa düşdük, məhəbbəti çoxdur. Harada ki, Allah bizi sərbəst buraxır, könül xoşuna buraxır, öz xoşumuza buraxır, bil ki, Allahın orada məhəbbəti biraz azalır bizə. Orada ki, bizə vacib eləyir, bilək ki, Allahın məhəbbəti bizə çox şiddətlidir. Bunu bu cür başa düşəndən sonra, gəldik biz o əməli yerinə yetirəndən sonra, biz Allaha çönüb, nə minnət qoya bilərik ki, Allah sənin üçün oruç tutdum. Əksinə minnətdar olmalıyıq. Allah bizə minnət qoymalıdır. Quran-ı Kərimdə bir gözəl ayə var. Buyurur ki, Allaha iman gətirdiyiniz üçün minnət qoymayın. Allah, mən sənə iman gətirmişəm ha. Allahdır ki, gərək minnət qoysun ki, sizi imana dəvət edib. Yoxsa Allah bilə hardaydınız? Biz bəzən Allahın istədiyi yerdə olduğumuz üçün Allaha minnət qoymamalıyıq ki, ay Allah, mən də gəlmişəm buradayam ha. Allah bizə minnət qoymalıdır ki, əlimizdən tutub gətirib. Yoxsa Allah bizə bilə biz hardaydıq? Biz şeytanın hansı məclisindəydik? Bizim səsimiz, sorağımız haralardan gəlirdi? Kimlərin yanından gəlirdi? Biz Allaha minnət qoymamalıyıq imanımıza görə. Allah bizə minnət qoymalıdır, bizim əlimizdən tutub bizi hidayət edib. Yoxsa biz hidayət olduq olmadıq, Allahın o qədər hidayət olan bəndələri var ki, Allaha məgər sənin mənim hidayət olmağım lazımdır. O bu sözü bəzən Həzrəti Əli əleyhissalam üçün deyirlər ki, Həzrəti Əli əleyhissalamın sənin mənim xidmətimə ehtiyacı yoxdur, mələklər Həzrəti Əlinin xidmətindədir. Həzrəti Zəhraya sənin mənim xidmətimin ehtiyacı yoxdur, zatən mələklər gecə gündüz onun xidmətində dayanırlar.